Deməli dostlar, impulsun saxlanma qanununa davam edəcəyik. Biz birinci videomuzda öyrəndik ki, qapalı sistemdə impuls saxlanılan kəmiyyətdir. Yəni bir hadisə baş verməzdən əvvəlki impulsların cəmi hadisə baş verdikdən sonraki impulsların vektorial cəminə bərabər qalmalıdır. Və bunu Newton 3-cü qanuna əsaslandırıb onun isbatını verdik ki, həqiqətən də impuls saxlanılacaqdır. İndi isə gəlin impulsun saxlanma qanunu bir neçə hadisəyə tətbiq edək. Elə başlayaq qeyri-elastiki toqquşmadan. Qeyri-elastiki toqquşmaya dostlar bilirsiniz ki, bəzən plastiki toqquşmada deyirlər. Nə deməkdir bu? Yəni cisimlər toqquşacaqlar və toqquşmadan sonra birlikdə hərəkət edəcəklər. Gəlin elə A halını nəzərdən keçirək. Ola bilər ki, cisimlər eyni istiqamətdə hərəkət eləsin, M1, V1 və onunla eyni istiqamətdə hərəkət edən başqa bir cisim, M2 kütləli cisim V2 sürətlə hərəkət eləsin. Və təbii ki, burada toqquşma şərtinin ödənməsi üçün birinci cismin sürəti ikinci cismin sürətindən böyük olmalıdır. Və bunlar toqquşdular. Toqquşmadan əvvəlki halı mötərizədə bura qeyd edirəm, bu sistemin əvvəlki vəziyyətidir. Hələ hadisə baş verməyib. Hadisə baş verdi, cisimlər toqquşdular və qeyri-elastiki toqquşma olduğuna görə onlar bir cisim halına gəldilər və ortaq bir sürətlə V sürətinə hərəkət elədilər. Bu da bizim sonraki halımızdır. İndi biz nə edəcəyik? Sistemin əvvəlki halını, yəni ki, M1, V1 üstə gələnsin M2, V2-ni, sistemin impulsu bu formada tapılacaq. Çünki eyni istiqamətdə hərəkətdir. Mən onları toplamalıyam. Daha sonra cisimlər birləşdilər və bir yerdə hərəkət elədilər. Sonraki impulsumuz oldu bu formada. Buradan da mən istəyirəm ki, sondakı sürəti tapım. V bərabər olacaqdır. M1, V1 üstə gəlinsin M2, V2 bölünsün M1 üstə gəlinsin M2. Yəni toqquşmadan sonraki sürət düsturu budur. Biz bunu çoxumuz əzbərləmişik əslində. Biz bilirik ki, sürət bu formada tapılır. Mən sadəcə istəyirdim ki, siz onun qaydasını başa düşəsiniz ki, bu hardan alınan nəticədir. İndi məsələn ola bilər ki, cisimlər eyni istiqamətdə yox, qarşı-qarşıya hərəkət eləsin. Məsələn deyək ki, M1, V1 və burada başqa bir cisimimiz var. V2 sürətlə hərəkət edir və bunun kütləsi M2-dir. Bu toqquşmadan əvvəlki halımızdır. Cisimlər toqquşdular, bir yerdə hərəkət etməyə başladılar. M1, M2 və sürətlər oldu və bu da sonraki haldır. Gəlin yenə impulsun saxlanma qanununu tətbiq eləməyə çalışaq. Sistemin əvvəlki impulsu, burada sistemin impulsunu yazanda təbii ki, çıxmağım lazımdır. Çünki X oxunu biz məsələn sağa doğru götürsək, onda birinci cismin impulsu müsbətdir, ikinci mənfidir. Ona görə də çıxma işarəsi ilə ifadə etməliyəm. Bərabər olacaq. Sonraki impulsa M1 üstə gəlsin, M2 vurulsun V. Bunu da modulda yazaq. Çünki biz bilirik ki, hansının impulsu çox olsa, həmin istiqamətdə hərəkət edəcəklər. Baxın dostlar, burası da vacib bir məqamdır. Mən soruşuram bəzən şagirdlərdən ki, iki cisim toqquşanda onların hansı istiqamətdə gedəcəyini müəyyən eləyən nədir toqquşmadan sonra? Deyirlər ki, mənim sürəti böyük olan istiqamətində gedərlər hər halda. Tamamilə yanlışdır dostlar. Cisimlərin toqquşmadan sonra hansı istiqamətdə gedəcəyini müəyyən edən şey nə təkcə kütlə deyil, nə də sürət deyil. İmpulsdur dostlar. Yəni məsələn nümunə verməyə çalışım. Deyək ki, burada 2 kiloqram kütləli bir cisimimiz var. 6 metr böl saniyə sürətlə hərəkət edir. Onunla qarşı-qarşıya gələn 3 kiloqram kütləli bir cisimimiz var. Bu 5 metr böl saniyə sürətlə hərəkət edir məsələn. İndi məsələn biz sizdən soruşsaq ki, bu birinci cisim, bu da ikinci cisim. Toqquşmadan sonra bu cisimlər hansı istiqamətdə gedər? Adətən deyirlər ki, mənim birincinin sürəti böyükdür. Deməli, birinci ikincini aparacaq, yəni sağa doğru gedəcəklər. Amma yanlışdır. Bu birincinin impulsu nə qədərdir? 12-dir. İkincinin impulsu nə qədərdir? 15-dir. 3 vur 5, 15. Deməli, ikincinin impulsu birincinin impulsundan modulca daha böyükdür. Ona görə də ikinci istiqamətində baş verəcək toqquşmadan sonraki hərəkət. Yəni fikrimi çatdıra bildim mi dostlar? Deməli, istiqaməti müəyyən edən nə kütlədir, nə də sürətdir. Onların hasilidir. Yəni impulsdur. Bu vəziyyət üçün sürəti tapmağa çalışaq. V bərabərdir. M1 V1 çıxılsın. M2 V2 bölünsün. M1 üstə gəlinsin. M2. Bu düsturda artıq bir çoxumuz bilirik şaşdır. Toqquşma suallarını bu formada yazırıq. Ola bilər toqquşma olmasın, başqa bir hadisə olsun. Məsələn, partlayış sualları ola bilər. Deyir ki, bomba
partladı və bir neçə qəlpəyə bölündü. Bu zaman impulsun saxlanma qanunu tətbiq eləyin deyir məsələn bizə. Baxın, mən sizə bayaqdan dediyim sözü təkrarlayıram. Bizim məqsədimiz hadisə baş verməzdən əvvəlki impulsu, hadisə baş verdikdən sonraki impulsa bərabər eləməkdir. Əgər bu qaydanı tətbiq eləyə bilsəz, istənilən formada sual düzgün yaza bilərsiniz. Sadə məsələn nümunələrdən başlayaq. Deyək ki, başlanğıc halda bomba sükunətdədir. Bizim bir burada bombamız var, M kütləli və sükunət vəziyyətindədir. V bərabər 0. Deyir ki, bomba partlayacaq. Bomba partladıqda, deyək ki, 2 qəlpəyə bölünəcək. Qəlpələrdən biri olsun M1 kütləli, bunun kütləsi M1. Digər qəlpəmiz olsun M2 kütləli. Buna da yazırıq M2. M1'in sürəti V1, M2'nin də sürəti olsun V2. İndi əvvəlcə bunu burada qeyd eləməyimiz lazımdır. Başlanğıc halda, bax mütərizədə qeyd edirəm, əvvəlki haldır bu. Əvvəlki halda impulsumuz nə qədərdir? 0'dır. Çünki sürət 0 olduğuna görə impuls bərabər olacaq 0'a. P əvvəlki bərabər 0. İndi qaydamıza görə, impulsun saxlanma qanununa görə sonraki impulsumuzda nə olmalıdır? 0 olmalıdır. Deməli, heç bizə burada V1'in sürətini verməsə belə, mən düşünməliyəm ki, əgər qəlpələrdən biri sağa doğru gedibsə, digər qəlpə hökmən sola doğru getməlidir. Nəyə görə? Çünki toplayanda impuls 0 versin. Axı başlanğıc impulsumuz 0'dır. Onda sonraki impulsumuz da 0 olmalıdır. Deməli, əgər ikinci qəlpə sağa doğru gedibsə, birinci qəlpə də sola doğru getməlidir və bunların impulsları bir-birinə bərabər olmalıdır. Yəni bunun impulsu P-dirsə, bunun da impulsu P olmalıdır. Nəyə görə? P, bu da mənfi P, toplayanda nə verəcək? 0 verəcək. Onda burada modulda yaza bilərəm ki, M1 V1 qiymətcə M2 V2-yə bərabər olmalıdır şagirdlər. Yəni qəlpələrdən birinin istiqaməti veriləndə digərini rahatlıqla tapa bilirəm. Məsələn, buna aid bir nümunə işləyək. Bizə sual verir ki, deyir bir bomba var. Bir bombadır. Bunun kütləsi 3M-dir və bomba sükunətdədir. Bomba deyir partlayış nəticəsində 2 qəlpəyə bölündü. Qəlpələrdən biri, burada bax şəkillə göstərməyə çalışacağam. Qəlpələrdən biri hansı ki kütləsi 2M-dir. Deyir ki, V sürəti ilə yuxarı doğru hərəkət etdi. Digər qəlpənin kütləsini və hərəkət istiqamətini təyin edin. İndi baxıram, impulsun saxlanma qanunu xatırlayıram və deyirəm ki, impulsun saxlanma qanununa görə əvvəlki impuls sonraki impulsa bərabər olmalıdır. Bizim bombanın partlamadan əvvəlki impulsu 0'a bərabərdir. Onda partlayışdan sonraki impuls da nəyə bərabər olmalıdır? 0'a bərabər olmalıdır. Onda mən təqribən bilirəm ki, bu cismin, daha doğrusu ikinci qəlpənin hərəkət istiqaməti birincinin əksini olacaq, mütləq. Çünki yekun impuls 0 verməlidir. Bombanın kütləsi nə qədər idi? 3M. Qəlpələrdən biri 2M-dirsə, kütlənin saxlanması üçün digər qəlpənin kütləsi olmalıdır M. Toplayanda nə eləyəcək? 3M eləyəcək. Onda qəlpələrdən biri V sürəti ilə yuxarı gedibsə, digəri hökmən aşağı getməlidir. Amma sürəti nə qədər olmalıdır? Bunun impulsu nə qədərdir? 2mv. Bunun da impulsu 2mv olmalıdır. Ona görə də bunun sürəti 2v olacaq. Yəni qaydasını tətbiq edə bilərsiniz ki, M1V1 bərabər olmalıdır M2V2-yə. Ona görə də 2m vurulsun V bərabər olmalıdır. M vurulsun X-ə. İxtisar gedir, X də bərabərdir 2V. Deməli, həqiqətən də ikinci qəlpənin kütləsi M, sürəti 2V olacaq. Fikrimi çatdıra bilirəmmi dostlar? Yəni, impulsun saxlanma qanununu bu formada tətbiq eləmək lazımdır. Biraz da çətinləşdirək işimizi. Məsələn, o topluda olan məşhur sual var. Deyir ki, cisimdir. Xatırlayırsınızsa o sualı. Cismin kütləsi 4m'dir. Yəni, bomba kimi düşünün. Bombadır. Kütləsi 4m'dir. Və deyir ki, 30 metr bölünsün saniyə sürətlə şaqül yuxarı atılır və 2 saniyə sonra partlayır. İndi bu sualda biz ağırlıq qüvvəsinin təsiri altında hərəkət də bilməyimiz lazımdır. 2 saniyə sonra partlayırsa, mən onda 2 saniyə sonra bunun sürətini hesablayayım. J-ni də bizə 10 veriblər. Deməli, partlayışdan əvvəlki sürəti hesablamaq istəyirəm. V bərabərdir. Şaqül yuxarı atılma yavaşlayan hərəkətdir. O da bərabərdir. 30 çıxılsın, 10 vurulsun 2. Bərabərdir 10 metr bölünsün saniyə. Belə çıxır ki, bu cisim 2 saniyə ərzində qalxacaq və bu cismin sürəti, buraya yazıram, 4m kütləsi, sürəti olacaq 10.
Deməli, partlayışdan əvvəl cisim 10 metr böl saniyə sürətlə şaquli istiqamətdə yuxarı hərəkət edir. Bax, buraya yazıram əvvəl. Qaydamız nə idi? Əvvəlki impulsu tapaq. Əvvəlki impulsumuzu bax buradan qeyd edirəm. Deməli, partlayış baş verməzdən əvvəl cismin impulsu 40 m-dir. Nətər tapdım? Çünki kütləsi 4 m-dir, sürəti 10-dur. MV düsturuna görə 40 m olacaq. Hara doğrudur? Yuxarı doğrudur. Bura bunu qeyd elədim. Şagirdlər, impulsun saxlanma qanunu demək, impulsun həm qiymətcə, həm də istiqamətcə saxlanması deməkdir. Yəni, istiqamət də saxlanmalıdır, qorunmalıdır. Əvvəlkini tapmışam. İndi sual belədir, bunu yadda saxlayaq. Sual belədir ki, burada partlayacaq və 3 dənə qəlpəyə bölünəcək. İndi mən buradan bunu pozuram, partlayışdan sonraki halı çəkəcəm. Qəlpələrdən biri deyir 2m kütləli olur və onun sürəti olur v. Digər qəlpəmiz m olur. Onun da sürəti olur 2v. Sual budur ki, 3-cü qəlpə ilə bağlı danışın. Yəni, 3-cü qəlpə ilə bağlı nələr deyə bilərik? Onun sürəti haqqında, kütləsi haqqında. İndi bizim 4m kütləli bombamız partlayıb. Və onlardan qəlpələrdən biri 2m-dir, biri m-dir. Toplayanda nə qədər eləyəcək? 3m. Deməli, %100 3-cü qəlpənin kütləsi m-dir. Bunu öyrəndim. Çünki kütlə sabit qalmalıdır, doğrudurmu? 3-cü qəlpənin kütləsi m-dir. Və sürəti haqqında nə deyə bilərəm? Mənim impulsum, başlanğıc impulsum 40 m və yuxarı doğruydursa, partlayış baş verdikdən sonraki impuls da 40 m olmalıdır və yuxarı doğru olmalıdır. İndi impuls hesablamağa çalışıram. Bu qəlpənin impulsu nə qədərdir? 2 mv. Hara doğrudur? Sola doğru. Bu sağdakı qəlpənin impulsu nə qədərdir? 2 mv'dir. Bu hara doğrudur? O da sağa doğrudur. Onda bu 2 mv, 2 mv bir-birini ixtisara götürəcək. Çünki əks istiqamətdə olanda, onları toplayanda 0 verməlidir. Deməli, bu qəlpələr bir-birini sıfırlaşdırdı. Geriyə qaldı mənim yeganə m kütləli qəlpəm. Bu qəlpənin sürəti nə qədər olsun ki, dostlar, impulsu 40 m olsun. Deməli, bunun sürəti olmalıdır 40. Yoxlayaq, m vurulsun 40, 40 m. Hansı istiqamətdə? Yuxarı doğru. Bax, bu da bizim sonrakı impulsumuz. Diqqət edirsinizsə, impulsun saxlanma qanununu tətbiq elədim. Əvvəlki hal 40 m idi yuxarı doğru. Mən düşünürəm ki, son impulsumda 40 m olmalıdır və yuxarı doğru yönəlməlidir. Və bu formada impulsun saxlanma qanunu şagirdlər bütün hallara tətbiq edə bilərsiniz.